Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Sərhəddən təcili xəbər, görüşlər başladı. Ermənistan seçim qarşısında. Simonyan Sahibə Qafarova ilə görüş planlaşdırır. İrandan Azərbaycana keçənlərin sayı, son rəqəm açıqlandı. İrana qarşı şok həmlə, Hörmüz boğazı niyə bloklanır? Tehran seçim qarşısında. Türkiyə hərəkətə keçdi. Bölgədə mühüm dəyişikliklər gözlənilir. Mən Azərbaycan və Ermənistan ictimaiyyəti arasında müntəzəm görüşlər təşəbbüsünü dəstəkləyirəm. Bu mahiyyət etibarilə bir növ təhsil proqramıdır ki, burada erməni təbliğatçıları və ya indi influencer adlandırılanlar reallıqları anlamağa başlayırlar. Bunu Azərbaycanın keçmiş xarici İşlər naziri politoloq Tofiq Zülfüqarov deyib. Geosiyasi, hərbi və iqtisadi tarazlıq nəhayət və dönməz şəkildə Azərbaycanın xeyrinə dəyişdi. Meatsum ihlaqçı layihəsi xalqımız və dövlətimiz tərəfindən məğlub edildi. Bugün Ermənistan getdikcə güclənən Türk Dövlətləri Təşkilatı sivilizasiya layihəsinin mərkəzində yerləşən Rusiya imperiyasının atavizmidir. Ermənistan seçim qarşısındadır. Ya Türk Dövlətləri Təşkilatı layihəsinə qarşı çıxan xarici qüvvələrin aləti olmağı dayandırmaq, ya da bir dövlət kimi tamamilə tənəzzülə uğramaq. Təcavüzkar üzərində qələbədən dərhal sonra irəli sürdüyü sülh gündəliyinə sadiq qalan Azərbaycan bugün Ermənistandakı sağlam qüvvələrə uzunmüddətli mehriban qonşuluq münasibətləri yaratmaq üçün addım atmaq imkanı verir. Ümid edirəm ki, erməni iştirakçılar sülh siyasətimizi sabotaj etmək cəhdlərinin Ermənistanın gələcəyi üçün ölümcül olduğunu başa düşəcəklər. Biz, Azərbaycan, yeni müharibələr istəmirik, amma qarşılıqlı faydalı qonşuluq münasibətlərini 2 dəfə təklif etməyəcəyik. Yeri gəlmişkən, ermənilər başa düşməlidirlər ki, bir çox Azərbaycanlı nümayəndə heyəti üçün sülh haqqında danışmaq çox çətindir. Məsələn, prezidentin köməkçisi Hikmət Hacıyev üçün. Çünki 5 il əvvəl Gəncədə atasının evindən 100 metr aralıda gecə vaxtı balistik raket patlamışdı. Zülfüqarov bildirib. Amerika Birləşmiş Ştatları açılmasını tələb etdiyi və atəşkəsə səbəb olan Hörmüz boğazını bloklamaqla 3 həmlə edir. İranın müharibədə əsas strateji çəkindiricilik kartını əlindən alır, belə demək mümkünsə öz rıçağından özünə qarşı istifadə edir. 2. İranın gəlir mənbəyi olan neft ixracının yollarını bloklayır. 3. İranın Hörmüz boğazını bloklamaq tələbinə qarşı koalisiya formalaşdıra bilər. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Hörmüz boğazını bloklayan Amerika Birləşmiş Ştatları İranın limanlarına daxil olan və çıxan gəmilərin hərəkətini dayandıracaq, eləcə də boğazdan keçidə görə rüsum ödəyən gəmiləri saxlayacaq. Vaşinqton buna nail olacaqsa, İranın təkcə strateji rıçağını effeksiz etməyəcək, eyni zamanda gəlirlərdən məhrum edəcək. Burada əsas məqam Hörmüzün bloklanması ilə neft bazarında qiymətlərin kəskin artacağıdır. ABŞ-ni atəşkəsə sövq edən blokadanın özü tərəfindən tətbiq edilməsi hesablanmış addım kimi görünür. Neftin bahalaşması ABŞ-dən daha çox Avropa-Asiya ölkələrinə zərbə vurur. Bu ölkələr müharibəyə görə Hörmüzü bloklayan İranı deyil, hücum edən ABŞ-ni ittiham edirdi və Vaşinqtonun Boğaz koalisiyasına qoşulmadılar. İndi boğazın bloklanmasından əziyyət çəkən ölkələr çətin situasiya ilə qarşılaşa bilər. ABŞ blokadaya atəşkəs danışıqlarından sonra başlamaqla mümkün ittihamlar qarşısında İran razılaşmadan imtina etdi arqumenti qazanır. Blokadaya görə iqtisadi çətinliklə üzləşən ölkələr ya bu vəziyyətlə barışmalı, ya da İranın Hörmüz tələbindən imtina etməsi prosesinə qoşulmalıdır. Bu vəziyyət İrana təkcə iqtisadi itkilər deyil, təzyiq dalğasının güclənməsini də vəd edir. Birincisi, boğazı bloklayan ABŞ-yə təsir imkanları zəif olan ölkələr tədricən İrana qarşı mövqe ala bilər. Xüsusilə ucuz neft alan Çin bu vəziyyətdən narazıdır. Tehranın atəşkəsə razı salınmasında Pekin təsirinin rol oynadığı haqda məlumatlar vardı. İran Hörmüz kartından imtina etməməklə həm öz gəlirlərindən məhrum ola, həm də tərəfdaşlarını çətin vəziyyətə sala bilər. İkincisi, ABŞ-nin Hörmüzü bloklamasına qarşı İranın mümkün cavab imkanı hərbi müstəvidədir ki, atəşkəsdən sonra ilk hücum edən tərəf İran olacaqsa, ABŞ müharibəni davam etdirməyə legitimlik qazandırmaq üçün istifadə edəcək. Asif Nərimanlının fikrincə, Hörmüz boğazının ABŞ tərəfindən bloklanmasının mümkün nəticələri nəzəri baxımdan belə görünür. Planın praktiki icrası mümkün olarsa, İran ətrafında situasiya dəyişə bilər.
Fevralın 28-i saat 8-dən aprelin 13-ü saat 10-a dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 3505 nəfər təxliyə edilib. Təxliyə olunanların 613 nəfəri Azərbaycan vətəndaşıdır. Türkiyə NATO-nun gələcəyi ilə bağlı artan qeyri-müəyyənlik və ABŞ prezidenti Donald Trump tərəfindən səsləndirilən tənqidlər fonunda Avropanın müdafiə sistemində daha mühüm rol tutmaq üçün səylərini gücləndirir. Bu barədə Defense News nəşri bildirir. Vurğulanır ki, Ankara son illərdə müdafiə sənayesində əldə etdiyi nailiyyətlərə arxalanır və bu sahədə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Hərbi texnologiyaların inkişafı və silah istehsalının artması Türkiyəni öz təhlükəsizliyini möhkəmləndirmə yollarını axtaran Avropa ölkələri üçün getdikcə daha cəlbedici tərəfdaşa çevirir. Bu fonda Avropa paytaxtında Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi imkanları daha tez-tez müzakirə olunur. Buraya birgə müdafiə layihələri və proqramlar çərçivəsində əməkdaşlıq da daxildir. Məqalədə bildirilir ki, Ankaranın hərbi texnologiyalara verdiyi töhfə artıq NATO komandanlığı səviyyəsində də tanınır və bu, onun Avropa müdafiəsində daha fəal iştirak etməsi üçün arqumentlərini gücləndirir. Bununla belə, Türkiyənin bəzi Avropa Birliyi ölkələri ilə münasibətləri gərgin olaraq qalır ki, bu da xüsusilə Avropa Birliyi strukturları çərçivəsində həyata keçirilən müdafiə təşəbbüslərində iştirakını çətinləşdirir. Türkiyənin rolunun artması alyans daxilində daha geniş dəyişikliklər fonunda baş verir. Donald Trump'ın NATO'nun effektivliyini şübhə altına alan və müttəfiqlərdən daha çox iştirak tələb edən ritorikası Avropada ABŞ-nin təhlükəsizlik zəmanətlərinin etibarlılığı ilə bağlı narahatlıqları daha da artırır. Ermənistan parlamentinin sədri Alin Simonyan İstanbulda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşməyi planlaşdırır. Teleqraf xəbər verir ki, o, Parlamentlərarası İttifaqın 152-ci konfransı ilə əlaqədar Türkiyəyə səfər edəcəyini açıqlayıb. Səfər çərçivəsində o, Azərbaycan və Gürcüstandan olan həmkarları ilə görüş planlaşdırıldığını bildirib.